Rahat olun, niyə belə robot kimi oturub? Rahat olun, belə özümə bir belə belə. Nə bilim. Sevgilim var. Salamünaleyküm, nətərsən, nə var nə yox? Sağ ol, sən atərsən. Uşaqlar. Elə vəkası, sən neyəsən? Sağ ol. Boş izləyicilər demişdi ki, Gülbaladan müsabiqə götürür. Yəni Gülbala elə belə adam deyil axı. Azərbaycanın ən tanınmış, ən varlı şəxsi Gülbala. Dur buradan. Səhv deyirəm. Hə. Yox. Düz deyirəm də yəni. Elə. Sən başı bu gün suallar verəcəm, izləyicinin suallarına sən cavab verəsən. Razısan yoxsa? Razıyıq, lap yaxşı. Bax ilk sual. Necə oldu ki, Gülbala bu yola düşdün? Yəni belə yolu seçdin də. Tanınmışdır yolun yəqin ki. Yox, cəmaət orada yazır ki, dilənir, nə eləyir. Belə şey. Məndən onlar tanınmışsan yəni. Bunlar amma yazırlar ki, dilənçidir, nə bilim. Nə demək istəyirəm bunlara? Əslində demək istəyirəm ki, mən özümü belə dilənçi hesab eləmirəm. Yəni bu TikTok belədir ki, burada yayımçılara hədiyyə falan göndərirlər də, yəni. Bilirəm, mən onda dəxsi var. Sən hədiyyə göndərmirlər axı, sən kartını qoyursan. Elə deyir. Bunun bir başqa növü, başqa cürdə, yəni bu. Belə baxanda çox da bir fərqi yoxdur bunların arasında. Ən ağıllı işdən görürsən, baxışım. Bax, indi ən əsas sual. Bax, Gülbala, kişi kimi, düz indiyə kimi deməyibsən də, düz demirəm. Bax, göndərilən pulları nə edibsən? Kişi kimi amma. Göndərilən pulları belə... Ya bir də rahat olun, niyə belə robot kimi oturub? Rahat olun, belə cumburaq ol, nə bilim. Daha bir də özümə bir də belə, nə bilim. Bərk elə, belə kişi adamsa, belə bərk ver. Dua yox ala. Dua niyə deyirsən? Nəysə. Bax, şimdi belə rahat ol. Bir dənə belə rahatlaş. Ciddiyəm, bir dənə rahat ol biraz ana. Hadi elə bir evdəsən də, bir söhbət edir. Normal danış. Hadi normal nə danış? Şey, zaurun verilişində deyirsən, Bu taksi reklam edirsən, bu nə olan şeydir ki? Yəni burada həqiqətən qazanmaq olur ki, yəni nədir bu belə? Taksimetr deyirsən, keçən videolarda reklam elədim. Hə, videolarında görürəm edirəm. Murat qazanmaq olurdu yəni, mən orada çıxarış hər səfərə paylaşıram da. Ya sən yoxlayıbsan heç olmasa, yoxsa yox? Yox, heç yoxlamamışam, prosta maraqlı gəldi. Bilmirəm nə olan şey. İstəyirsən bax məsələn də indi dilənməniz adın başını burax ucu. Bildin nətər? Qeydə keçməyibsən hələ. Yox, bilmirəm heç. Qeydə keçəndə qula 10 manatlıq maşın hədiyyə olunur yəni. Ucu qazanmağa başlayırsan. Az qazanırsan amma sən nə işin? Mən sənə S-klass hədiyyə eləyirəm də. Lap yaxşı, qəşəng maşındır. Ala oyunda yəni hədiyyə edirəm. Sən qapdasan. Yəni mən orada hədiyyə edirəm. O S-klass sənə gəlir gətirir. Bildin nətər? Gəlir, qazancı vur, kartıma pul çıxarda bilirsən. Gəlin dostlar, taksimetrdən qazancımızı toplayaq. Gördüyünüz kimi. Gəlirimizi topladıq. Balansımız oldu 986 manat. İndi çıxarış eləyəcəm. Bu arada taksimetr yeni bir yenilik gəlibdi. Deməli kim istəsə məni dostluğa əlavə edə bilər və şəxsi mesaj yaza bilər mənə. Yəni söhbət eləyə bilərik. Deməli baxın dostlar, keçdiyi hal-hazırda gördüyünüz kimi 71 nəfər dostluğumda var ucu. Bir də ki, bu nədir? Gələn qutular. O bilə 40 nəfər də dostluq mənə göndərib. Nəsə belə göndərə bilərsiniz dostlar. Hamını qəbul edirəm. Bez problem. Şəxsi mesaj da yaza bilərsiniz. Kim istəyirsə ətraflı məlumat falan, yəni məndən soruşub öyrənə bilər. İndi siz gəlin çıxarışımızı eləyək. Deməli 986 manat balansımızda pul var. Visa, Mastercard seçirik. Və indi mən kapitala çıxardıram. Kim arasıca çıxarda bilər. Deməli 41.69. Deməli kim mənim kimi real pul qazanmaq istəyirsə, link aşağıda olacaq. 10 manatlıq da maşın hədiyyə olunur. Bu arada kanalımızda ətraflı video var taksimetr haqqında. Kim istəsə keçib kanalımı izləyə bilər. Orada hər bir şeyə baş salmışam. Sənə adi video çəkirik ona. Hələ qulaq. Bax kişi kimi bax, yığılan pulları nə edibsən? Bax, davay hamısını danış. Bax birinci ilk nə qədər yığıbsan pul? Kişi kimi düzün də. Moped üçün yığılan deyil. Soruşursa, moped üçün 1700 manat yığılmışdı və getdim mən daha bir moped aldım. Nə qədər vaxtda? İyul ayında, 25-ci ayında. Yox, bildim, onu demirəm. Məsələn, nə qədər vaxtda yığdın mopedin pulunu? Nə qədər müddətə yığdın? Vaxt 10 gün, 2 həftə belə bir vaxt. Sən düzgün yolu seçibsən. Mopeddən sonra nə elədin? Mopeddən sonra biraz işlədim, biraz yayımcılığı qoydum kənara, getdim kuryerçilik işlədim. Bildim, mopeddən sonra nə elədin yəni, bildim onu. Sən yığdığın pullardan ki, iş gördün, bilirəm, iş görübsən. Kuryer işləyibsən də, sən demişdin mən usta. Dedin kuryer işləmişəm, hə. Onları bildi o, çalar xoşun. Belədir ki, yığdığın pul da olsa, sən əziyyət çəkibsən də, sən yerə heç kim video çəkib
pul istəməyib ki cəmaatdan. Düz demirəm, kömək. Sən çəkibsən də yana. Bəhrəsini görübsən. Özüm tək. Hə, bax mopeddən sonra bax 1700 manat moped aldın, düzdür? Sonra necə oldu ki, bu qərara gəldin ki, bir dənə də maşın almalısan? Bax bundan danış. Bir nəfər izləyicimin belə deyək, istəyi iləmi, ya yazısı iləmi, o belə oldu. Dedim, bəs niyə maşın almırsan? Dedim, bəs belə mən ala bilmirəm, belə nə ilə alım, necə alım? Dedim, kart qoy, yoxla gör, bəs belə də kart qoy, bəs sənə dəstək gələr, alarsan bir maşın. Əslində mən inanmadım. Dedim, maşın ən azı bir, ən ucuz bir maşın ən azı bir 2000 manat falan civarlarda olar. İnanmadım bu qədər bir dəstək gələr mənə. Gəl belə elə, mən sənə sual verim, sən sıra cavab verirsən. Bax. Maşına neçə min manat pul yığdın? Aha. Aha. Denən neçə min manat pul yığdın maşına? Hə, maşını 2200 manat aldım. Hə, 2200 manat. Nə qədər müddətə yığdın 2200 manat? Bir ay, bir həftəyə. Bir ay, bir həftəyə. 2200 manat pul yığdın, getdin özünə aldın 07. 07 aldım, bəli. Nə rəngdədir 07? Bənövşə rəngdə. Bənövşə. Bənövşə nə rəng idi, gözlə. Badımcan rəng. Nəsə bildim hadisa. Yoxsa ən zor rəngi olardı onsuz. Özün bilirsən də yadındadır. Bir ara moddaydı. Badımcan 07-lər. Hə, yaxşı. Neçənci ildə aldığın? 2200 alıbsan, düzdür? Neçənci ildir ki? Maşının hansı 2002-ci ildir. Hə, 2002-ci ildə 2200 manat alıbsan. Sən baha alıbsan, qulaq as. Mənim dostum var idi. 3600 manata özümüz getdik bazara. 3600 manata 2012-2017-sini satmışdıq. Prosta polu çürük idi. Nə varsa getdin, düşəcəksən yerə. Getdin yerdə, yerə düşürsən. Həqiqi. Ondan sonra yaxşı, ondan sonra nə edin? Yaxşı. Bax, moped aldın 1700 manata. Dedin ki, dayanmıram. Aldım bir dənə də 07. Düzdür mü? Yenə dedin ki, nəsə eləmək istəyirəm. İndi nəyə pul yığırsan? Yəni yığmaq istəyirsən, ya da yığmaq istəyirdin? Heç bir fikrim yoxdur, yəni belə bu haqda belə. Yox, necə fikrin? Demişdin ki, torpaq alıram. Bu bir zarafat idi sadəcə, yəni. Həqiqi zarafat idi. Bəli, zarafat idi. Yəni belə ciddi bir fikrimiz yoxdur bu barədə, yəni. Ciddi fikrim olmayıb belə. Sən harda yaşırsan ki, vəbşə? Bakıda yaşayıram. Bakıda. Bakıda torpaq bahadır. Hardan alacaqdın ki, sən torpağı? Fikrim yox idi. Sadəcə belə zarafatca demişdim. Yəni heç dəqiqləşdirməmişdim bu barədə. Bildim. İndi sən pul yəni yenə toplayırsan yoxsa yox? Yox, elə bir fikrim yoxdur. Hə, bildim. Sən gördün təzə qanunverici qistat çıxdı. Yəqin başın çıxır da qabından biraz. Hə. Məsələn qanun çıxıb ki, indən belə yığmaq olmaz pul. Bildin nətər? Yəni deməyim odur ki, əgər sənin kimsə çağırıb eləsə ora, bildin nətər? Dolardın işdir də bilirsən də məsələn, nə vaxtsa pul yığıbsan. Sən heç kim eşidə bilməz. Başa düşdün? Çünki sən qanun çıxandan sonra eləyibsən nəsə, yığıbsan qanun çıxandan sonra pul. Bax təzələrdə çıxdı. Yığmıbsan, vəsə. Yəni yığıb eləmə. Hə, belə istəyirsənsə kartımı deyə bilərsən izləyicilər. Hə. Kişi kimi polisdən çağırıblar səni yoxsa yox? Vəbşi prosta özüm belə sual verirəm şəxsən. Çağırıblar yəni. Yox, heç vaxt. Hə. Yox, çağırmalı deyirlər. Çünki sən heç kim məcbur eləmirsən. Bu bir, özün bilirsən də. Tabii bu könüllü olub. Gülbala, sən əsgərdə olubsan da, düzdür yoxsa yox? Amma olmuşam əsgərlikdə. Harda olubsan? Qazaxda olmuşam. Qazıb. Və deyirdin Gəncədə olmuşsan. Maldoyçuluğum Gəncədə. Bayvoyda Qazaxda. Sən Bayvoyda olubsan ki? Əlbəttə ki. Məzələr, əməli başlı vuruşurdun yəni. Yox, yəni belə deyilirdi orada. Yəni Maladoy var 3 ay, ilk 3 ay. Bir də var Bayvoy qalan ondan sonraki 4. Yox, bildim yəni Bayvoyda sən nə edirdin? Yəni sən avtomasını atırdın da nəsə. Hə, belə olurdu. Gedirdik poligonlara, təlim keçirdik də belə. Məşq edirdik, təlim keçirdik. Bildim ha. Amma belə polnu vuruşa bilərsən də istəsən. Polnu vuruşa bilərəm. İndi işləyirsən Gülbalardasa vəbşi. Hardasa işləyirsən, hə? İndi hal-hazırda belə kuryer işləyirəm. Necə Voltda? Yox, restoranla falan kuryer işləyirəm, yəni. 07 ilə yoxsa mopedlə? Mopedlə. Ben 07 ona. 07-ni sürmürəm. Niyə? Benzinə görə, hə?
həm prava yoxumdur, həm də ki belə hardasa. Bu pravon yoxdur 07-ni alıbsan, kayıfdasan sən. Dedilər maşın al, mən də belə oldu ki, maşın aldım. Sevgi məhəbbətin atar. Sevgilin var. Yox, yəni sevgilim olmayıb. Heç indiyə kimi heç olmayıb. Demək olar yox, indiyə qədər heç olmayıb. Bəs neçə yaşın var ki? İndi 24 yaşım var. 24 yaşın var, başım indiyə kimi sevgi məhəbbət çat bilmirsən nədir? Yox, demək olar ki, yox. Bax yalan danışma, indi qızlar baxır ona görə. Baxsınlar, problem yoxdur. Ya kiməsə yaxınlaşıbsan indiyə kimi belə? Məsələn, səndən xoşum gəlir. Olub belə şeylər, demək olar ki. Necə demək olar ki, ya olub, ya olmayıb olar, deməsən sən. Olub, yoxsa olmayıb? Olub, yəni sən deyən belə əvvəl başlayan yox, sevgilim olmayıb da yəni. Bildim, sevgin olmayıb. Qıza yaxınlaşıbsan ki, salam məsələn, xanım, sizdən xoşum gəlir falan. Olubdu belə şey? Olub belə şey? Yox, elə olmayıb. Bənətər olub, başa düşmədim. Nə bilim elə. Danış da, niyə utarsan temasını? Nəyim var, belə də. Yaxşı, heç nə, sevgili məsələsini bağlayırıq. Onsuz indi burada qızlar baxırlar. Kommentlərdə görmüşəm, yazır ki, gül bana. Orasını qoymayacam mən. Yox, məsələn, aya sən nə qədər pul qazansan, həyatını dəyişərsən. Məsələn də Elə nə qədər çox qazansan, bir o qədər yaxşı keyf yaşaya bilərsən. Nə qədər az qazansan, bir qədər. Bildim, elə demirəm, məsələn, başa düşmədim. Mənim özüm məsələn, o vaxt fikirləşirdim ki, aya 1000 manat qazansam, 1000 manat aya pul, yəni qazansam, həyatımı dəyişərəm. Yəni bomba olar da, hər ay 1000 manat pul qazanacam. Yəni sən nə fikirləşirsən? Məncə də aya 1000 manat qazana bilsəm, məncə də həyatımı dəyişə bilərəm. Yəni aya sən 1000 manat qazanmırsan indi. Xeyr, 1000 manat qazanmıram. Yaxşı, hər ay 5000 manat pul qazansan nə olar? Hər ay 5000 qazansam 5 qat yaxşı olur. Ələ, sən də temasın. Sən məktəb oxuyubsan yoxsa yox? Məktəb oxumuşam. Orta məktəb oxumuşam sadəcə. Universitetdə də oxumamışam. Bildim. Məktəbdə yaxşı oxuyubsan yoxsa nətər? Belə deyim də, əksəriyyət kimi insanların belə necə deyim, 5-6-ya qədər belə yaxşı oxumuşam. Ondan yuxarı zəif, 3 sənə. Yəni ondan yuxarı bufetdə oturubsan. Heç bufetdə də oturmamışam. Koridor zadı. Koridorda. Məktəbdə oxuyanda ən böyük xəyalın nə idi? Yəni böyüyəndə nə olasan? Nə fikirləşirdin? Məktəbdə oxuyanda uşaq yaşlarımdan nəsə bilmirəm, uşaqlıqda qalıb yadımdan çıxıb olar. Belə biraz belə orta 5-də, 6-da, 7-də oxuyanda belə deyim, YouTuber falan olmaq istəyirdim mən də, belə sənin kimi. Yəni məsələn, həvəsliydim, yəni həvəsliydim, amma yəni səy göstərmədim, nəsə bir kontent yaratmadım da, belə necə deyim. Prosta həvəsliydim. İndi yaxşı qulaq as. Məqsədin nədir bu həyatda? Bu həyatda məqsədim həyatda qala bilmək. Ola, sən varavsko söhbət edirsən özə. Yox. Yəni necə deyim, bugündən sabaha çıxa bilmək, belə də həyatda qala bilmək. Yəni belə məqsədin yoxdur, ailə qurmaq, nə bilim, biznes qurmaq, həyatını dəyişmək, heç nə yoxdur yəni. Demək olar, hələ ki yox, hələ ki kimdə yoxdur nəsə. Ya buradan bütün izləyicilər səslənirəm də. Allah, bax gic kommentlərdə yazırlar Gül bala nə bilim dilənçidir, Gül bala nə bilim biabırçılıq edir, nə bilim. Qurandan dost saydıram, mən indiyə kimi çox adamdan belə bildin nəsə video çəkmişəm də var axı belə. Qurandan dost ən normal adam sənsən yəni. Burada nə var? Normal oğlan utanır bir də. Utancaq oğlanda indi əlacı olmayıbdı, pul yığıb. O da ki pul yığmayıb. Kartını qoyub görüb ki cəmaət payla atır da yəni, düzəmirəm. Niyə dayandırasan ki? Yığıb 5 moped alıbdı, bir dənə də maşın. Burada nə var ki? Gələcəkdə də inşallah bir dənə villa tikmək istəyir, 4 mərtəbə. Allah qoysun. Allah qoysun, hələ onu da deyir. Yekə ağlansan ha. Ya qulaq, kişi kimi də danışaq. Bax, indi qulaq, qanun zad çıxdı da, düzləmirəm, yığmaq olmaz falan. İndi yığarsan pul, yoxsa yox? Yox. Dəqiq. Dəqiq. Bən neyniyəsən?
necə deyim, hamı kimi də necə mən də elə. TikTok zətdə belə. Hadi belə. Qaqa bir şey soruşmaq istəyirəm. Sənin bu konkret nə qədər qazancın var bu ümumiyyətlə bu? Nə qədər qazancın var? Nə maya qazaran, deyirəm 10.000 zət belə. Manat. Qaqa baxırsan 10.000 qazanan adam nətər bu qalinvar gəzəsin? Bu nətər olur? Yaxşı, bax tutam. Yaxşı, səncə nə qədər qazaran? Məncə nə qədər qazanırsan? Məncə bir 100.000 zat qazanırsan, 200.000 zat, nə bilim, Aya. daha çox. Hə. Oturmuşuq da gülüb valla, poxunu çıxartmadı. Sağlıqlı İsmail. Sağ ol, çox sağ ol.